Bəzən sadə bir müayinə bir qadının həyatını xilas eləyir. Mən neçə ildir onkoginekolog kimi çalışıram və erkən qoyulmuş diaqnozun neçə insanın həyatını qurtardığının şahidi olmuşam. Və buna görə də hər hansı bir müayinəyə mən bir prosedur kimi baxmıram. Bu bir şansdır. Bir çox xəstəliklər var ki, onlar heç bir klinik əlamət vermədən də özlərini göstərə bilirlər və bizim qadınlarımız da bir çox səbəbdən həkimə müraciət eləmirlər. Bu səbəblərdən bəzən özümüzə vaxt ayıra bilmirik, vaxt tapmırıq. Bəzən qorxuruq, bununla bağlı həkimə müraciət etmirik. Bəzənsə sadəcə olaraq şikayətləri görməzdən gəlirik və bu da bizim gecikmiş mərhələdə müraciət etməyimizə səbəb olur. Ona görə də mən bütün qadınlarımıza müraciət eləyərək deyirəm, özünüzə vaxt ayırın, şikayətlərinizi görməzdən gəlməyin, unutmayın, vaxtında qoyulmuş diaqnoz həyat qurtarır. Sağ olun.